Sənə qarşınızda bir iş görürsə, günahkardırsa, hətta günahkardırsa, deyən yox, onda günah yoxdur. Yəqin fikirli olur, yəqin sən yandığı yerdə daş atır, maşının şüşəsini sındırır. Deyən ki, yəqin ki, nəsə normal halda deyildi, bəlkə kimsə əsəbləşdirir, bəlkə nəsə özündə olmayıb. Ona bəhanə axtar, sənə pislik eləyən adam. Bu din budur da, dinin iman budur. Yoxsa gələk məsciddə namaz qılaq, gedək sinə vuraq, bunlar yaxşıdır, amma bu məsələlər özünü bu meydanda göstərməli. İman özünü bu məqamlarda göstərməli. Bizdə bir şey olur bəzən, biz Allaha olan əsəbimizi adamların üstünə tökürük. O deyir, qızıma deyirəm, gəlinim eşit, biz bəzən kiməsə deyir, Allah eşit, Allaha sözümüzü elə çatdırırıq. Diqqətlə araşdırsaq görərik ki, hadisənin acılığı, o səbəb Allahı görürük, amma cürət eləmirik deməyə deyə bütün əsəbimizi kiminsə üstünə tökürük. Bəli, kimsə sənə qarşı səhv eləyə bilər, amma Allah da var axı ortada. Bu sənə qarşı səhv eləyib, bunun günahı Allahla öz arasında. Hətta vəzifən ola bilər sənin ki, sərt də bir reaksiya göstərəsən. Sırf vəzifəm kimi. Mənim boynuma düşür ki, ona bir sərtlik eləyim, onun özünə lazımdır. Amma halın gərək dəyişməsin. Halın aram ola. Bəzən sərt danışmalısın, çünki boynuma gələn vəzifə budur ki, bu məqamda sərt rəftar eləyim. İman budur. İman belə bir kateqoriyadır. Ona görə də həmişə mömin adamlardan danışarkən Quran da buyurur. Vəl kaziminəl qeys. İmam Kazım əleyhissalam deyir ya, İmam Musa Kazım, yəni Kazimul qeys, qəzəbini udan. Udmaq, içvə doldurub birdən partlamaq deyil 5 gündən sonra. Onu həzm eləyib həlim davranmaq. Bax, bu təqvalı insanların